Deməli, müəllimlər, bugünkü mövzumuzda AXC əsas yer tutur. AXC dərsindən keçməmişdən qabaq bir neçə məsələni vurğulayım, yadıma düşən məqamlardan. Ondan sonra sual-cavab eləyərik bir-birimizlə. Əsas diqqətli olacağımız məqamlar nədən ibarətdir? Deməli, Milli Şura məsələsinə gələndə, o bir dəfə də bizdə bir neçə müəllimə səsləndirdi ki, bəs hansı qərarı parlament eləyib, hansı qərarı hökumət eləyib? Demişdim, inşallah baxarıq. Milli Şura məsələsinə gələndə, bax, belə danışaq da. Milli Şura yeganə orqanımızdır ki, AXC-dən qabaq mövcud olub, biz bunu bilirik. Milli Şura 2 dəfə mövcud olub, deməli, hamımız yaxşı bilirik. 27.05.1918 nə vaxta qədər, deməli, 17 iyun böhranına qədər, 06.1918-ə qədər. Sonra da Bakıda özünü bərpa elədi, 16.11.1918 və nə vaxta qədər? 07.12.1918-ə qədər. Belə. Yəni, onsuz da nəzərə alsaq ki, parlament 07.12.1918, yəni 7 dekabrda başlayacaq fəaliyyətə. 2 dənə orqan var da Azərbaycanda. Bir Milli Şuradır, bir də hökumətlərdir. Onsuz da bu aralıqda bütün qərarların hamısını hökumət verəcək. Bir mənalı surətdə. Hansı hökumət verəcək? İkinci hökumət. Bunu da bilirik. Çünki ikinci hökumət həm qanunverici olub, həm icraedici olub. Yəni, bu aralıqda bütün qərarları kim verəcək? Hökumət verəcək. Yəni, məsələn, sahibkarların əvvəlki mülklərinin qaytarılması 18 oktyabr. 18 oktyabr düşürmü bu aralığa? Düşür. Deməli, oturub keçmək lazım deyil ki, bunu kim veribdir? Hökumət verib. Bir də bir aralıq var ki, bizdə hökumət yoxdur. Deməli, Milli Şura onsuz da 1918-in 7 dekabrında yerini parlamentə verdi, getdi. Bir dövrdə var ki, hökumət yoxdur. Məsələn, biz bilirik ki, 6-cı hökuməti Məmməd Həsən Hacıqlı yaratmadı. Bu da onu göstərir ki, faktiki olaraq 30 mart 1920-dən 28 yazaqdan 28-nə keçən gecə 28 aprel 1920-yə qədər, yəni bu 29 gündə ölkədə icraedici orqan yoxdur və avtomatik olaraq bütün qərarları kim verir? Parlament verir. Yəni bu iki yerdə, həm burada bir, həm də bu iki, qərar verənin kim olduğunu yaxşı bilirik. Burada bütün qərarları ikinci hökumət verəcək, burada avtomatik olaraq bütün qərarları parlament verəcək. Belə xırda məqamlara baxsaq, təxminən sözün düzü ciddi bir işarələmə aparmamışam o barədə, amma təxminən yadıma düşənlərdən desəm, məsələn, parlament nələri qəbul edib? Parlamentin qərarlarında, məsələn, yazsaq, elə parlament burada var. Parlamentin qərarlarında, məsələn, vətəndaşlıq haqqında qanun, bu parlamentdədir. Yəni, bunu parlament qəbul edib. Sonra müəssisələr seçkilər. Bu haqda qərar da parlamentdə qəbul olunub. Aydın məsələdir. Onsuz da qərarlar qəbul olunub, parlamentdə qəbul olunub. Çünki qanunvericidir. Yəni, burada ciddi bir şey yoxdur. Məsələn, aqrar haqqında qanun, komissiyanın yaradılması, bu da parlamentdədir. Bakı Dövlət Universitetinin açılması haqqında qərar, bu da parlamentdədir. Sonra 100-ə yaxın, belə deyim, tələbənin xarici universitetə göndərməsi nəzərdə tutulması, bu da parlamentdədir. Sonra Əlifbaya keçid necə komissiya, o da parlamentində? hansı? Əlifbaya keçid. Əlifbaya keçid, bəli. Əlifba. Amma mən bildiyim qədərilə yox, o köhnə kitablardaydı. Mən bildiyim qədərilə əlifba şeydə olmalıdır, hökumətdə olmalıdır. Səhv etmirəmsə, əgər yaxşı yadımda qalıbsa, o parlamentdə olmalıdır, şeydə olmalıdır, hökumətdə olmalıdır. Bir də o hökumət məsələsini aydınlıq gətirəcəm. Bir dənə bunları təxminən qeyd edeyim, bir dənə bir məsələni deyəcəm, bəzən onu da qarışdırırıq. Sonra, parlamentlə bağlı Paris heyətinə xitam verən parlamentdir. Yəni, işiniz bitdi, qayıdın, gəlin. Sonra, ayrı-ayrı ölkələrdə səfirlərin açılması haqqında qərarlar qəbul edən, bu parlamentdir. Sonra, hakimiyyətin başlıqlara təhvil verilməsi, bu da parlamentdir. Aha. Nəsə, bunlar yadında qaldı parlamentdən. Hökumətdən də baxsaq, əsas hökumətə, məsələn, Qarabağ General Qubernatorluğunun yaradılması, hökumətdir. 2.
Naxçıvan general qubernatorun yaradılması hökumətin qərarıdır. Sonra 3. Əlifba islahatı hökumətin qərarıdır. 4. Senzuranın ləğvi hökumətin qərarıdır. 5. Əksər xarici dövlətlərlə əlaqəni hökumətin qərarında verirlər. Deyirlər ki, hökumətin qərarıyla filan şey olub. Əlaqələr deyək, belə deyim. 6. Xaricə gedən heyətimizi hökumət qərar qəbul edir ki, kim gedəcək. Belə. Milli Şuraya gələndə isə bu da hökumətin qərarları olsun. Bu parlament, bu da hökumət. Milli Şuraya gələndə isə Milli Şura təbii ki, AXC-nin qurulması haqqında qərar qəbul edir 28-də. Sonra 17 iyun böhranı zamanı iclas keçirən Milli Şuradır. O qərar qəbul edir ki, bəs mən də özümü buraxıram, birinci hökumət də özünü buraxır və nəticədə hakimiyyət verilsin ikinci hökumətə. Və bir də Milli Şura parlamentin yaradılması haqqında qərar qəbul edir 20 noyabrda. Biz hamımız bunu yaxşı bilirik. 7 dekabrda da buraxılır. Belə, yadımda qalanlar bunlardır. Bir də bir siz məsələdən ibarətdir. Biri var, doğrudan da hökumət ola. Bir də var, bəzən o kitab yazanlar fikir vermirlər, ümumiyyətlə hökumət gedir. Yəni AXC hökuməti, yəni bir növ AXC adı ilə sinonimdir. Belə də deyilir. Bunlar məncə olsa kifayət eləyər. Başqa inşallah ki, diqqətimdən qaçan bir məqam yoxdur. Bəlkə də nə maraq da bir istənə qala bilər. Əsas bunlardır məncə düşən. Əlifba islahatı, əgər səhv xatırlamıramsa, İzəngi mənə dedi, o köhnə kitablarda parlament verirlərdi. Amma təzə 9-larda, təzə 9 yəni 2 bundan qabaq dəyişən 9-larda orada yazılır ki, 1919-cu ildə AXC hökumətinin qərarı ilə yaradılmış Əlifba İslahat Komissiyası layihə irəli sürdü ki, latına keçək. Yəni, bu bəyənildi. Amma axıra qədər həyata keçə bilmədi. Bax belə, bunlardan məncə diqqətli olsaq yaxşı olar. Sözün düzü, mən bunu sizə onsuz da deyəcəkdim, amma o webinardakı suallardan sonra bir daha qətiləşdirdim ki, mən bunların müəllimin diqqətinə çatdıracağam, amma o webinardakı sual belə təhlükə mənbəyi saçmır. Orada bir, belə deyim, işartılar var. Orada bir, belə deyim, açıq sözləri istifadə eləməklə tapmaq olur ki, hansı parlamentdir, hansı hökumətdir. Bax belə. Heç nə. Elə İzəngi mənə davam eləyək. Oradan buradan müzakirələr eləyək, görək nə yadımızda qalıb, nə edib. İzəngi mənə 3 yerə ayırsaq, deməli biz bilirik ki, Zaqafqaziya komitəsi var, Zaqafqaziya komisarlığı var və Zaqafqaziya Seymi var. Bəli. 1 xəttimə görə üzülü sayın, 2 və 3. Aha, belə. Bunlardan hansının Osmanlı ilə diplomatik münasibətləri var? Zaqafqaziya komissarlığının. Aha. Həm Zaqafqaziyanın, həm də Seymin. Seymlə, hər ikisilə münasibətləri var, ancaq müqavilə komissarlıqla. Bəli. Deməli, müqavilə ancaq komissarlıqdır. Bəli. Bunların hansı Tiflisdə yaranıb? Bunlardan hər üçü Tiflisdə yaranıbdır. Bəli. Hansı qanunvericidir? Seym qanunverici sayılır. Hansının öz hökuməti olub? Elə Seymin. Bəli, çünki qanunvericidirsə bunun əlinin altında işləyən icraedici bir orqana ciddi ehtiyac var. Bəli. Hansı Sovet hökumətini tanıyıb? Bunların heç biri. Bunların heç birisi Sovet hökumətini tanımayıb. Bəli. Hansına Bakı daxil olub? Komitəyə, Cənubi Qafqaz Komitəyə. Bəli. Niyə Zaqafqaziya komisarlığı ilə Seymə Bakı daxil olub demirik? Çünki o zaman Bakıda artıq Bakı Sovetinin hökuməti var idi. Ona görə. Bəli. Artıq Sovet hökuməti qurulmuşdu. Bəli. Hansı Rusiyadan ayrılıb? Seym ayrılıb, özünü müstəqil elan edib. Bəli. Hansı Batum konfransına gedib? Elə Seym. Hansı Ərzincan müqaviləsini imzalayıb? Komissarlıq. Hansı, belə deyim, qərar qəbul eləyib ki, Əlağa Şıxlinskinin başçılığı ilə müsəlman korpusu yaradılsın? Komissarlıq eləyib. Bəli, Zaqafqaziya komissarlığıdır. Hansı Almaniyanın, belə deyim, müdaxiləsindən sonra özünü buraxıb? Elə komissarlıq deyil, komissarlıqdır məncə. Seym. Çünki Almanlar
bəli, qəbul almanlar eləmədi. gürcülər, bəli, bəli. Almanlar Almanlar gürcülərlə gürcülər. nasıl Seymdəki Osmanlıla. Bəli, bəli, bəli. Aha. Hansı Brest-Litovska etiraz eləyib? Elə Seym Seym. Hansı müvəqqəti hökumətin orqanıdır? və komitə, Hansı bolşeviklərin orqanıdır? Bakı Soveti, bunların Yəni, heç biri. bəli, Bakı bunların heç Sovetidir, Bakı bəli, Fəhlə bəli, Deputatlar bəli. Sovetidir. Yadımda Paşa. qalan nədərsə bunlar oldu. Başqa orada elə ciddi bir şey görmürəm. Hansının dövründə Şəmkir hadisələri baş verdi? Elə komissarlığın dövründə. Komisalın dövründə. Yenə də yadıma düşdü bu sxemə qaydaram. Olsun. Zəngin müəllim, bir daha hökumətləri biz özümüz üçün qeyd eləyək, zəhmət olmasa siz deyin. AXC hökumətlərində Bəli, isə bəli, 28 maydan 17 iyuna kimi 18-ci ilin birinci hökumət, bəli, 19 iyundan 7 18-ci ilin 7 dekabrına qədər ikinci hökumət, 26 dekabrdan aprelin 19-cu ilin aprelin 14-nə kimi üçüncü hökumət. Deməli, üçüncü bəli, hökumət başlayır bu vaxtından 26, 22, 19-cu ilin 22 dekabrına kimi. bəli, Dördüncü də, beşinci də o vaxtdan başlayır 20-ci ilin 30 martına kimi. bəli. Tamamilə doğrudur. Hı hı. Birinci hökumət kabinetimizdə hərbi nazir rolunu kim oynamışdı? Xasırov Paşa bəy Sultanov idi. İlk Sultanov. nazirimiz elə Tiflisdə yaranmışdı. Bəli. İkinci hökumətimizdə müvəqqəti hərbi nazir kim olmuşdu? Bu Fətəli xan Xoyski, Nuri Paşa olur. Bəli. Hərbi nazir ləğv olunur onsuz da. Nuri Ləğv Paşa olunur və ordu Nuri komandiri Paşa olur. olur. Bəli. Bir də ki, noyabrda yenidən yarananda Fətəli xan Xoyski olur. Bəli. Tamamilə doğrudur. 3, 4, 5-də isə Səməd bəy Mehmandarov olur. Fətəli xan Xoyskinin müavini kim olub? Fətəli xan Xoyskinin müavini Xəlil bəydir, Xas Məmmədov. Samet Bey. Yox, üzr istəyirəm. Yəni Hə, hərbi nazir sən müavini. nazirlik olanda Səməd Bəli, bəy. bəli. Səməd bəy Mehmandarov. Bəs Səməd Sonra bəy da ki, Mehmandarovun Səməd bəy müavini? Xəzri. Səməd bəy Mehmandarov da Əlağa Şıxlinski. Bəli. Səməd bəy Mehmandarov AXC institutuna yaxın ciddi böyrək xəstəliyinə əziyyət çəkirdi. Ona görə də bəzən onu Əlağa Şıxlinski əvəz edirdi. Bu hökumətlərdən hansı həm Tiflisdə, həm Gəncədə olub? Bu birinci, Həm Gəncə, həm Bakıda olub? ikinci. İlk dəfə Bakıda qurulub? İlk dəfə Bakıda qurulan üçüncü hökumət. Həm icraedici, həm qanunverici? İkinci hökumət. İkinci Fətəli hökumət. xan Xoyski. İlk dəfə parlamentin qarşısında məsuliyyət daşıyan? Parlamentdə üçüncü hökumət. Üçüncü hökumət. Həm özünün, həm Milli Şuranın qarşısında məsuliyyət daşıyan? Həm özünün, həm də hələ bu da ikinci hökumət deyildi. Sonra İkinci hökumət. Bəli. Bakıda yaranan ilk hökumətimiz, Bakıda yaranan da üçüncü hökumətdir. koalisiya olan ilk hökumətimiz, nədənsə koalisiya sözünü orada görürük. Əslində hamısı koalisiya. Üçüncü hökumət. Üçüncü Üçüncü hökumət. hökumət. İngilislər tərəfindən tanınan ilk hökumətimiz, Bu da elə üçüncü hökumət. üçüncü hökumət. Bəli. Şimdi İngilizce kökə otururdu. Öyle kökə. Parisə, müəllimlər əlavə səs var. Parisə göndərilən heyəti təsdiq edən hökumətimiz, Üçüncü hökumət. Sovet Rusiyasından ən çox yaxınlaşmağa cəhd edən hökumətimiz, Dördüncü hökuməti Nəsib bəy Dördüncü. Yusuf bəy. Nəsib bəy Yusuf bəyinin ilk qurduğu hökumət, Nəsib hələ dördüncü hökumətdir də o dördüncü quru. hökumət. Hə. Belə, nəsə yadımda bunlar qaldı. Bunlar indi irəliləyən dəqiqədə nəsə yadımda düşsə deyəcəyik. Buyurun. Üzr istəyirəm. Mən burada bu ikinci hökumət deyirik, 7-si 12-ci aya qədər. Üçüncü hökumətdə 26-sı 12-ci ayda yaranır. O boşluq olur orada. İkinci ilə üçüncünün Bəli, arasında bəli, bəli, hökumət boşluq olur. olmayan. Elə bax bu dövrdə nəsə bir şey olsa, inanmıram ki, düşsün. Milli Şuradır. Yəni bu dövrdə Milli Şuradır. Başqa bir orada orqan yoxdur. Bu da boşluq. Bəli. Hı -hı. Belə olsun. Olsun. Deməli, Zəngin müəllim, bir məsələni də vurğulayım. Paris Sülh Konfransından sonra AXC parlamenti belə qərara gəlir ki, bəs biz nə etməliyik? Biz ayrı-ayrı ölkələrdə səfirliklər yaratmalıyıq.
Və o yaradılan ölkələr haqqında oxuyanda bir neçə məsələ mənim diqqətimi çəkir. O məsələni əslində mən demişdim, amma bir daha deyim. Deməli, o hansı məsələlərdir? E, Bax, yazılır ki, parlament qərar qəbul etdi və aşağıdakı dövlətlərdə səfirliklərimizin yaradılması nəzərdə tutuldu. Bu Fransadır, Böyük Britaniyadır, sonra İtaliyadır. İnanmıram bunlar bir-bir düşər. İsveçrədir. Ondan sonra Polşadır. Üç dövlət Fransa diqqətimi. tanınmaq istəməyəndən sonra necə bizim səfirliyimiz Hə, açıla bilər? bax, o bir məsələ, diqqətli olaq. Heç mən onu nəzərdə tutmurdum. 2. Sovet Rusiyasında hətta belə nəzərdə tutmuşuq. 3. Məğlub Almaniyada da səfirlik yaratmağı nəzərdə tutmuşuq. Və bir dənə də maraqlı cəhət, ABŞ-da da səfirlik yaratmağı nəzərdə tutmuşuq. Bax, Eyzengi Məmmədə birindir. Sovet Rusiyası maraqlıdır, düşmənimizdir. Almaniya məğlub dövlətdir, hörmət edib çağırmayıblar. ABŞ ümumiyyətlə Versal tanımayıb. Fransa da bizim yaranma müstəqilimizi istəmirdi. Bax belə. Bax belə. Bunları yaratmaq istəmişik. Amma sırf hansı dövlətlər yaratdı? Belçika, İsveçrə, bizdə. Sonra Hollandiya. Hollandiya, o zamanki Çexoslovakiya, çünki 1919-da yaranmışdı və bir də Finlandiya. Yəni bunlar Paris Türk Konfransındandır. Ona qalsa bizdə Gürcüstanın da səfirliyi var idi. İranda var, Tehranda var. Bəli, İranda var. Və Türkiyə ilə birbirimizi Ermənistanda tanıyırıq. var. Hətta Ermənistanda da bizim səfirliyimiz olub. Kitabda yazmırlar, düzdür, maraq üçün deyim. Özə səhv etməmsə bizim Ermənistandakı səfirimiz Əbdürrəhim Haqverdiyev olub. Rəsmi nümayəndəliyimiz. Bax belə. Belə. Başqa nəyə baxaq? Diqqət çəkən məqamlardan. Olsun. Bakıdakı orqanlara baxsaq, Eyzəngil müəllim. Bakıda deməli Bakı Şəhər Duması nə vaxtdan var? Bakı Şəhər Duması 1878-ci ildə şəhər islahatına görə yaranır. Bəli. 18-ci ilin 20 aprelində də dağılır. Axırıncı rəisi də Bakı kimdir? Fətəli xan Xoyski. Fətəli xan Xoyski. Bəs müvəqqəti hökumətin Bakıda yaratdığı orqan hansı idi? İcraya İTİK idi də. Bəli. İTİK nə vaxt yaranmışdı? O da fevral inqilabından sonra 4 mart, 17-ci ilin 4 martından yaranır, 22 noyabrına kimi. 17-ci ilin 22 noyabrına kimi. Bəli. Bolşeviklər nə vaxt Bakı Fəhlə Deputatlar Sovetini bərpa eləyirlər? Onlar da elə 17-nin 6 martında. Bəli. İlk dəfə ümumiyyətlə nə vaxt yaranmışdı? İlk dəfə 1905-ci ildə. Bəli. 1917-nin 6 martından nə vaxta qədər mövcud olub? 25 aprelə kimi, 18-ci ilin 25 aprelə kimi 25 apreldə adın dəyişdi, nə qoydu? Xalq Komissiyası Soveti. Bakı XKS. Bəs Rusiyada XKS nə vaxt yaranmışdı? Rusiyada xalqisi 17 Bəli. Elə inqilab olan kimi 17 oktyabr. Oktyabr çevriş. Bəli, 17 oktyabr. Bakı XKS isə 18-in 25 aprelində olacaq. Eyzəngil müəllimə təşəkkür edirik. Sağ olun, var olun. Demək olar ki, elə ən incə məqamlara sizlə toxunduq. Olsun. Vüsalə müəllimə. Bəli. Vüsalə müəllimə, hansı hadisə Bakı XKS-nin yaranmasına gətirib çıxartdı? Xalq Komissarları Sovetinin yaranmasına gətirib Bəli. çıxartdı. Bu mart soyqırımından sonra yarandı. Bu mart soyqırımı. Bəs hansı hadisə Bakı XKS-nin süqutunu yaxınlaşdırdı? Bu Göyçay döyüşləri. Göyçay döyüşləri. İngilisləri Azərbaycana çağıran orqan, Bakıya çağıran orqan hansı idi? Sentra-Kaspi. Sentra-Kaspi. Avqustun 4-də. Bəli. Bakı XKS-də hansı partiya var ki, o Sentra-Kaspidə yoxdur? Bolşeviklər. Tamamilə doğrudur. 1918-ci ilin fevralında Bakıya gəlmiş hansı general mayorumuz həbs edilib? Talşinski. Xəlbət Talşinski. Hansı gəminin həbsi bizim üçün problemə gətirib çıxartdı? Evelina gəmisi. Evelina gəmisi məsələsi haqqında qısa məlumat verin, zəhmət olun. O Tağıyevin oğlunun
ölümündən sonra gəlmişdi bir dəstə. Onunla bağlı idi səhv eləmirəmsə. Bəli, Onlar bəli. Bakıda onun dəfnində iştirak etməyə gəlmişdilər, amma qayıdan zaman onların silahları əllərindən alınır, tərk silah olunurlar. Bu Bəli, da əhalि tərəfindən narazılıqla bəli. qarşılanır. Belə bir paraşa buraxılmışdı güya onlar silah götürüb Hı -hı. 1918 1905-6-cı ildə köçürülən o Muğan tərəfə köçürülən rusları Hə. o Malakanları güya qıracaqdı. Malakanları, hə. Bəli, belə bir şey nəzərdə tutulmuşdu. Olsun. Başqa 1918-ci il mart soyqırımı zamanı hansı şəhərimizdə işğal rejiminin yarandığını görürük ermənilər tərəfindən? İrəvanda. Bəli, bu İrəvandır. Köhnə kitablarımız yazardı, amma yox, daha bunu verməyək. Köhnəyə niyə baxaq ki? Olsun. Belə bir şey deyək. Hansı inqilab 17-ci başlaymış? Hansı inqilab burjua inqilabı hesab olunur? Fevral burjua inqilabı. Fevral. Hansı inqilabdan sonra biz Sovet Rusiyası sözünü işlədə bilərik? Fevral inqilabından sonra mütləqiyyətə son qoyulur. Sovet sözünü işlədə bilərik. Sovet. Sovet. Hə, bizə dəqiqə mən. Hansı inqilabdan sonra Sovet? Bu Sovet yaranması 22-ci il deyil. Sentyabr değil. Oktyabr. 17 Bəli, sentyabrında. Oktyabr inqilabından sonra biz Rusiyanın Oy. qabağına Sovet Rusiyası ifadəsi ata bilərik. Aha. Hə, düzdür. Milli Şuranın ilk iclasına kim sədrlik eləyib? İlk icrası Fətəxan Xoyski. Yox. Və Məmməd Əmin Rəsulzadə. Rəsulzadənin sədr seçildilər. Xəlil bəy Xasməmmədov. Aslanmadov. Çünki Məmməd Əmin Rəsulzadə hardaydı? Onu Batumda danışıqlardaydı. O sədr o Bəli, seçilir. bəli. Amma demək olmaz ki, Milli Şuranın sədri budur. Bu bilirsiz nəyə oxşur o? Parlamentin axırıncı iclasına kim rəhbərlik eləyib? Rəsulzadə ilə Rüstəm Bəyov. Bəli. Amma bu demək deyil ki, onlar sədrdir. Yeri gəlmişkən, parlamentimizin iki sədri, Topçubaşov. Topçubaşov, Əhməd müavinləri, Topçubaşov. Müavinləri də Əhməd bəy Ağayevdir. Bir də Məmməd Yusif Cəfərov. Həsən bəy Ağayevdir, ehtiyatlı olun, Həsən özünüzü bəy. çaşdırmayın ha. Bəli, Əhməd bəy Ağayev deyərsiniz. Aha. Məmməd Yusif Cəfərov. Bilirəm ki, Əhməd bəy Ağayevi nəzərdə tuturdunuz, amma olur da qəflədən adam bir anlıq gözündən qaçır. Aha, Məmməd Yusif Cəfərov bizi harda təmsil eləmişdi? Bizi 4-cü Dövlət Dumasında, bir də Cənubi Qafqaz Komitəsində. Tamamilə doğru. Bəli, bəli, bəli. 4-cü Dövlət Dumasının belə deyim, üzərində yaradılmışdı o. Hə. Tamam olsun. 1918-də bizim köməyimizə gələn Türk ordusu hansı iki şəhərimizə girmişdi? Gəncəyə, sonra da Bakını tutdular. Gəncəyə və eyni zamanda onlar Naxçıvana gəlmişdilər. Gəncəyə gələn Nurudu, Naxçıvana gələn Kazım Qarapəkir Paşadır. Yox, Veysəl 20-də gələcək. Veysəl 20-də amma, hə. Bəli, aha, Kazım Qarapəkir. Naxçıvan ömrü boyu türklər üçün həmişə həll edici məqam olub, həmişə. Bizdən çox özlərinin o səhhətyanı məsələlərinə görə Osmanlı həmişə bu məsələdə çox diqqətli olmağa çalışıb. Bir məsələni indidən qeyd eləyək. Ezengi Məmməd bir dəfə bu məsələni çox yaxşı qabartdı və yaxşı işdə qabartdı. Diqqətimizdən qaçmışdı bu məsələ. 1918-ci ildə deyir, AXC-nin köməyinə gələndə Osmanlı konstitusiyalı monarxiya idi. Bunu diqqətimizdən qaçırmayaq. Bəli. 1908-ci il Gənc Türklər inqilabından sonra Osmanlıda konstitusiya yenidən bərpa olunmuşdu və Osmanlını AXC hissəsində bizim kitab yazanlar konstitusiya monarxiya kimi götürməkdə davam eləyirlər. Bax, diqqət etməli məqamlardan biri də məhz budur. Belə. Hansı döyüşdən sonra Vüsal müəllimə? Qafqaz İslam ordusunun, yəni Nuru Paşanın başçılığı altına alan ordunun Gəncəyə yolu açıldı. Borçalı döyüşü. Bəli, Borçalı döyüşü. Borçalı döyüşündə Osmanlılar kimlərə qalib gəldi? Gürcü, Alman qoşunları. Gürcü və Almanlara. Bu da onu göstərir ki, Birinci Dünya müharibəsində bu Almanlarla Osmanlılar deyəsən həm qardaş olublar, həm də aralarında döyüşlər də var. Bunlardan biri Borçalı döyüşüdür. Çox maraqlı bir nüansdır. Diqqətli olaq. Cənubi Azərbaycana gələndə, istəyirəm oradan-buradan verim. Cənubi Azərbaycana Birinci Dünya müharibəsi dövründə ilk girən dövlət hansı oldu? İlk girən Osmanlı. Osmanlı.
14. Bəli. Və buradakı Rus qoşunları ilə müharibənin olması, Hı hı. başlaması, yeni cəbhənin açılması səbəb oldu. Evet, Sardan. 1915-də kimlər qayıb girdi bura? 15'te Rusya Təbrizi Bəli. tutdu. Bəs ruslar nə vaxt çıxdılar buradan? 17. fevral inqilabından çıxdılar. Bəli, 17-ci il fevral, əslində oktyabr inqilabından sonra ümumiyyətlə çıxdılar. 17-nin sonu, 18-in əvvəli və Yani kimlər daxil bəs oldular? 18 yanvarda İngilislər. çıxmadıysa. Bəli, bəli, elə onu deyirəm. 17-nin sonu, İngilislər, 18-in əvvəllər. İngilislər Ona tam görə yazdım. bəli. Bəli, ingilislər. Amma ingilislər tam götürə bilmirlər İranı, tam götürə bilmirlər və belə bir cümlə var orada. Deyəsən bunu mən bir dəfə burada müzakirə obyektinə çevirmişdim. Bəli, gəlirlər. Amma deyir ingilislər bura deyir 1918-in noyabrında tam nəzarət etdilər. Tam nəzarət etdilər. Aha. Bəs bu aralıqda nə baş verib? Deyir Osmanlılar çıxmalı idi ki, ingilislər tam nəzarətə də keçsinlər. Bu xiyabanı dərsində olmalıdır. Köhnə kitablarımız yazırdı. Yazırdı ki, 1918-in martında burada Urmi bəlası baş verəndə 2 nəfər bura daxil olur. Yəni 2 nəfər belə deyim də bir Osmanlı daxil olur. Bir də Xiyabaninin ADF-si. Buna bizə ehtiyac yoxdur. Bu artıq verilmiş kitablarda. Osmanlı girir. Deməli Osmanlı Cənubi Azərbaycana yenidən girib ki və Mudros sülhünə görə 1918 oktyabrında çıxsın ki, ingilislər bura tam nəzarəti 18-in sonlarında eləsinlər, etsinlər. Bax belə. Olsun. Neçəncə Qacalan ingilislər arasında biabırçı bir müqavilə bağlanacaq? 1919'un avqust ayında. 1919. Ümumiyyətlə, bəli. Ümumiyyətlə, Vüsal müəllim, Xiyabani hərəkatı nə vaxtdan başlayır? Xiyabani hərəkatı belə fevral inqilabından sonra başladı 1910. Bəli. Amma silahlı xarakter alır 20-ci ilin. 20-ci Bəli. ildə o müqavilədən sonra, ingilislərlə Bəli. müqavilədən sonra. Bəli, 1917-nin əvvəlindən 1917-nin avqustuna qədər bu inqilaba hansı orqan başçılıq edir? Azərbaycan neydi o? ADP, Demokrat Firqəsi. Bəli. İran İran Demokratik Partiyasının Azərbaycan Əyalət Komitəsi. Yəni mən həmişə belə deyirəm. Deyirəm sanki Kapital Bankın Zaqatala filialı. Sonradan bu filial isə, yəni bu hissə, bu partiyanın bu hissəsi özü bir nə olacaq? Partiya olacaq. Bəli, deməli Şimalda da, Cənubda da 17-də partiyamız var. Aha. 17-nin avqustundan 20-yə qədər, 20-nin aprelinə qədər hansı orqan başçılıq eləyəcək deməli inqilabımıza? Azərbaycan Demokrat Partiyası. Bəli, Azərbaycan Demokratik Partiyası və Azərbaycan Demokratik Firqəsi. 1920-nin aprelindən bəs iyununa qədər hansı orqan? Sizə dəqiqə müəllim. İctimai İdarə Heyəti. Tamamilə doğrudur, İctimai İdarə Heyəti. Və 1920-nin iyunundan 1920-nin təbii ki, sentyabrına qədər Milli Hökumət. Milli Hökumətdə. Vüsal müəllim, biz bu Milli Hökumətə müstəqil hökumət deyə bilərikmi? Müstəqil deyə bilərikmi? Deyə bilərik. Çünki bəli, təzə 9-larımız buna müstəqil deyir. Çünki deyir Azərbaycanın dövlətçiliyənlərinin dirçəlməsi demək idi. Aha. Vüsal müəllim, Təbrizdə xalça fabriki nə vaxt idi? 1912 olmalıydı. Fabrik. O şirkətdir. O şirkətdir ayda. 20-10'da. Bəli. Şirkət isə 12. 12. Hansı xarici kapital? İngiliz. Alman. Alman. Bəli. Alman. Olsun. Oradan buradan yenə deyirəm, suallar verirəm, biraz qarışıq. O kimlər idi ki, Qarabağ mövzusunda bizim, Naxçıvan mövzusunda isə ermənilərin yanında dayandılar? İngilislər. Bəli, tamamilə doğrudur. Qarabağda bizim, Naxçıvanda ermənilərin. 1918-in noyabrına qədər Naxçıvanı kimlər qorudu? Noyabra qədər şeydir də, Osmanlı qorudu. Ondan sonra Araz Türk Respublikası yarandı. 19-un yanvarından da yarandı. Nədir onun adı? General qubernatorluq. 28 fevralına qədər ATR, yəni Türk Araz Respublikası. 1919-un 28 fevralı nəzərdə tutulsa da, amma nə vaxt işə başlayacaq?
Təxmini 5-6 ay sonra deyirlər. Bəli, Avqustdan deyəsən. 19 avqustu. Deməli, mart, iyul ayları burada nə olmuşdu? İngilis hakimiyyəti. Erməni Erməni idarəçiliyi. hakimiyyəti ingilislərin Bəli, dəstəkləyirdi. İngilislərin dəstəyi ilə, bəli. Bir də ehtiyatlı olaq, ATR AXC-nin tədbiri deyil ha. Ehtiyatlı olaq. ATR Naxçıvanın yerli əhalisinin gördüyü tədbirdir. Bu məsələdə ehtiyatlı olaq. Belə, 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 belə. Hansı hadisə ilə belə bir sual verim də. Mart soyqırımı birinci hansı şəhərdə başladı? Əslində Şamaxıda başlayıb. Onu Şamaxıda. köynək Yəni top verirdi. Bəli, Mən yazıb artıq Bakı Bakıdan bir verirlər. neçə saat qabaq Şamaxıda başlayıb. O Orada da köhnə mal kitabı idi. qalmadı. Təzə 9-10 yığışdırır. Səhv Eləmi? etmirəmsə. Bəli, bəli, təzə 9-10 yığışdırır. Məlumat dedim. Hə, təzə 9-da mən bilən o yoxdur. Təzə 9 elə Bakı verir. Səhv etmirəmsə. Aha. Amma gördünüz Bu ki, hə, dəfə bir neçə bir dənə baxın necə bilmirəm. Amma gördünüz ki, yenə bir neçə saat qalmış Şamaxı məsələsi var. Deməli köhnədən var. Və bəlkə də var bizim gözümüzdən qaçır, amma məncə təzə 9-10 yığışdırıb. Səhv etmirəmsə. Aha. Bakıda başlayır. Belə. Bəs Taymin Bakı testində Şamaxıda başlanması var idi. hə, olar. Bəs Bakı qəzasında qırğınlar nə vaxt dayanır? Bir sual mənim. Bakı qəzasında aprelin 2-sində, amma quberniya olaraq sentyabrın 15-nə qədər davam edir. Möhtəşəm, bəli. Hansı ərazinin azad olunması ilə AXC demək olar ki, əsasən bütün Azərbaycana yayılır? Yəqin elə Bakı olaraq. Bakı Yəqin elə başı- Bakı. Amma demək olar ki, tamamilə yayılmağımız təxminən 19 avqustuna denk gəlir. Lənkəranı. Bəli, bəli. Lənkəran olsun, Naxçıvan olsun və s. və axır. Vüsal Məmməd Tiflis müqaviləsi haqqında məlumat verək. Tiflis müqaviləsi 1919-cu ilin noyabr ayı idi, səhv eləmirəmsə. Bu Zəngəzurla bağlı idi Azərbaycan və Ermənistan arasında. Tərəflər hər ikisi ordusunu geri çəkməli idi. Biz çəkirik, amma ermənilər çəkmir. Tamam, olsun. Tamam. Müəssislər məclisinə seçkilər keçirə bildikmi? Keçə bilmədik. Yox. Gəlin elə hamımızın köməkliyi ilə yarımçıq qalanlara baxaq. Bir yerdə. Köməkli şəkildə. Ceyhun müəllim Məsələlər. Bakıdan sonra yazıb ikinci dəhşətli qırğın Şamaxıda. Hə, onda elə Bakını götürək. Aha. Bəli, müəssislər məclisinə seçkilər. Müəssislər məclisinə seçkilər keçirilmir. Qaydası keçirilir, amma bu keçirilmir. Biri bu, başqa nəyimiz yarımçıq qaldı? Aqrar məsələ Əlifba məsələsi, əlifba məsələsi. Əlifba yarımçıq qaldı. Bəli. Konstitusiyası olmayıb, onu da götürə bilərik. Olsun, amma Konstitusiya cəhd qəbul eləməmişik də müəllimlər. Yəni Bəli. istəyib də, yəni cəhd eləməmişik. Konstitusiya ehtiyacı olmayıb. Yarımçıq qalanlar, aha, başqa. Əlifba, aqrar, orada nə var idi? Məsələlər həll olunmamışdı. Necə? Səfirliklər yaradılmadı. Səfirliklər yaradılmadı. Hə, heç halda, yox, niyə səfirliyimiz olubdur? Sadəcə heç bir təşkilata daimi üzv olmamışıq. Səfirlik yəni Gürcüstanla şeydə Tehranda Elə onu deyirəm. Qoyulanlar var Hə, idi var. İngiltərədə, Fransada, Hə, Avstraliyada. orada yaradılmadı, yox heç. Bəli. Sonra başqa. Sonra müxtəlif tipli universitetlər yarada bilmədik. Nəzərdə tuturduq, amma bir dənə baş dövlətə yaratdıq. Müxtəlif tipli universitetlər. Sonra Milliləşdirməni yalnız təhsildə apardı, ola bilərmi? Qalanlar olsun, yaxşı, olsun, yaxşı, onu da qəbul edir. Sonra başqa. Qacarlarla hərbi ittifaq olmayıb. Olsun, yox, sadəcə olaraq bilirsiniz, istəmişik, amma alındıra bilməmişik. Sovet Rusiyasını götürə bilərik, Sovet Rusiyasını. Bəli, Sovet Fəhlələrlə- Rusiyasından əlaqə qura bilmədik, çox cəhd elədik, Sosial dayaq alınmadı. yarada bilmədi. Bəli, fəhlələrlə yazdım, yarımçıq qaldı. Sosial dayaq məsələsi alınmadı. Başqa? 12-13 dənə beyin yığışmışıq bura. Başqa nə var? Deyir, prezidentli idarəsi o yaradanmayıb. Özləri istəmədilər. Bu rəsmi kağızlarda var. Məmməd Əmir Rəsulzadə təklif edirlər. Amma Məmməd Əmir Rəsulzadə razı olmayıb. Yaxşı, yenə də Əskəri yadımda kömək düşdükcə. ala bilmədilər. Nədən? Əskəri kömək ala bilmədilər. Olsun, Antanıdan bəli, türklər demiş, askeri yardım ala bilmədilər. Eyni zamanda Gürcüstandan da kömək ala bilmədik, bizi allatdılar. Əsas da o Sovet Rusiyasının hücumu zamanı, bəli. Bəli. Belə olsun, yaxşı. Olsun, indi onlar yadımıza düşmür həmin anda.
Səhv etmirəmsə hansısa müəllimə yoldaşımız bir slayd atmışdı müzakirə qrupuna. Qəşəng slayd idi. Mən bir neçə saniyə gözdən keçirdim. Kim hazırlayıbsa əlinə sağlıq. Əla bir slayddır. 102 səhifəlik bir slayddır. Onu xatırlamıram kim atmışdı onu qrupa. Deyəsən Orada Həmdiyə müəllim bəlkə atmışdı. hə, Telegramdaydı müəllim. bəli, o yaxşı bir slayd idi. Yəni AXC barəsində mən elə bilirəm o 90-95% yaxşıdır. Tamam, Vüsal xanım, təşəkkür edirik. Minnətdarıq. Sağ olun. Var olun. Belə. Sonra başqa. Lalə məmə buradadır. Bəli, Ceyhun müəllim. Tamam. Axşamınız. Lalə məmə, axşamınız xeyir olsun. Belə bir sualla başlayaq. Dövlət Bankımızın yaradılmasına vaxt oldu. Hə, Dövlət Bankı yaradıldı 1919-cu il Bəli, 19 sentyabrında. sentyabr. Nə vaxt qərar qəbul etdik ki, xaricə daşınma müvəqqəti qadağa qoyulsun? Hə, 1918-ci il. Mən səhv Bəli. etmirəmsə iyun ayı. Siz səhv etməzsiniz, iyun ayı. Nə vaxt qərar qəbul olundu ki, bəs milliləşdirmə ləğv olunsun? Hə, milliləşdirmə ləğv olunması nə əvvəli 1919-cu il səhv etmirəmsə. 18. 18-ə. Aha, 18 oktyabr, 1918. Aha. Bəli, bəs senzuramızın ləğvi nə vaxtı? Senzuranın ləğvi 1918-ci il elə. Bəli, senzura ləğv olunmuşdur. Vaxtilə ilk teatrımız nə vaxt yaranıb? Ümumiyyətlə Azərbaycanda teatr. Hə, ilk teatrımız yaranıb 1878-ci ildə. 3 Hə, tələs. 73. Aha, Bəs 1873. Cənubi Azərbaycanda ilk teatr 1916. o binadır. 9. 1909. Aha, hə, Bəli, bəs 1909. dövlət teatrımız dövlət. 1918. Bəli. Şimal, cənub, dövlət. Bax belə. Olsun. AXC-nin neçənci hökuməti Rusiya ilə yaxınlaşmağa daha çox cəhd eləmişdi? Hə, bu dördüncü hökumətdir. Neft Dördüncü sənaye sahəsi ilə, Batum vasitəsilə neftin daşınması və bir də o Paris sülh Versal 89-cu maddəsinə əsasən bunu həyata keçirmək istəyirdi. Yeri gəlmişkən müəllimlər, Bakı-Batum, ilk Bakı-Batum neft kəməri 19-cu əsrdən var. Konkret ilin bizdə vermirlər. Bakı-Batum neft kəmərinin bərpası bu AXC dövrüdür. 1918. Bəli. Yox, Bəli, 18-19. AXC dövrüdür. Öz çətinliyə salmayın. Yeni Bakı-Batum neft kəmərinin çəkilməsi 30-cu ildir. Sənədləşdirmə dövründə. İlk Bakı-Batum 19-cu əsr, bərpa AXC, yenidən çəkilməsi sənədləşdirmə dövrü 20-ci illər. Yaxşımı? Buna da fikir verək. Lalə mənim 1919-cu ildə Aqrar Komissiya yaradılır. Həmin Aqrar Komissiya nə qərar qəbul edir? Həmin aqrar komissiyalar bütün torpağın, bütün torpaqların dövlətin nəzərinə keçməsini və sahibkarlara müəyyən olunmuş torpaqların verilməsi, sadəcə olaraq bu aqrar islahatlar tam şəkildə həyata keçirilmir. Yəni tam şəkildə yox, ümumiyyətlə geciktirilir, həyata keçirilmir. Çünki üçüncü hökumət idi, böhran yaşayır və ondan sonra da müəyyən səbəblərdən bu həyata keçirilmir. Bəli, 5-ci hökumət böhran yaşayır. 1920-ci ilin martında bu həyata keçmir. Tamamilə doğrudur. Olsun. Başqa. Məktəblərin milliləşdirməsi haqqında qərar nə vaxtdır? 1918-ci il iyun ayı. 28 avqust. 28 avqust. Aha. Deyir ki, ibtidai təhsil hansı dildə olmalıdır? Yalnız Azərbaycan dilində. İbtidai təhsil. Bəli. Hərənin öz dilində. Hərənin öz dilində. Bəli, hər xalqın öz dilində. Amma orta təhsil yalnız Azərbaycan dilindədir. Yalnız Azərbaycan dilində. Azərbaycan. Nədənsə həmişə bu Azərbaycan adını qısaltma kimi az yazmağa çalışırıq, amma yazanda da belə nəsə belə özümü qəribə istəyirəm. Ona görə nə qədər tələssəm də çalışıram Azərbaycan adını tam yazam. Nəsə. Bu məsələ məni həmişə narahat edir o azı yazanda. Uşaq vaxtı gündəlik də yazanda çatmırdı. Yazırdım Azərbaycan D. Dili Azərbaycan D. Heç vaxt onu az tarixi falan kimi yazmamağa çalışırdım. Azərbaycan heç vaxt o az kimi yazmaq xoşum gəlməyib. Aha.
Yəqin ki, terminlərdə problemlərimiz yoxdur. Müəllimlər, inanmıram kimsə termini çaşdıra. E, Əsasən düşəndə dövlət və ordu quruculuğu bir yerdə düşür. İndi ayrı-ayrı da deyəndə dövlətdə nələr var, orduda nələr var, biz bunu çox yaxşı bilirik. Adətən sosialla iqtisadi bir yerdə verirlər. Yenə də ayırsalar, sosial aydın məsələdir. Fəhlələr, ondan sonra qaçqınlarla bağlı, iqtisadi də pul, dəmir yol falan. Mədəni də ki, aydın məsələdir. Mən inanmıram yenə burada çaşaq. Yeri gəlmişəm, bir məsələ diqqətimə fikrimə gəldi. Birinci Respublika və Üçüncü Respublika dövründə çox bir maraqlı bir cəhət var. Qaçqınlarla bağlı qərar Birinci Respublikamızda da var, yəni AXC-də də var. Üçüncü Respublikamızda da var. Bu məsələdə maksimum dərəcədə ehtiyatlı olaq, gözümüzdən qaçmasın. AXC də deyir Şuşadan, Zəngəzurdan, İrəvandan, erməni vəhşiliklərdən qaçıb gələn qaçqınları Himayədarlıq Nazirliyi, düzdür, Himayədarlıq Nazirliyinin adı çıxarılıb. Əvvəl kitabda da var idi. Onları deyir, qəbul edib. Müstəqil Azərbaycanda yenə qaçqınlarla bağlı bilirsiniz ki, həm Heydər Əliyev, həm İlham Əliyev qaçqınlarla bağlı müxtəlif qərarlar görüb. Məsələn, Heydər Əliyev 98-də qaçqın komu yaratmışdı. 98-2001-ci ildə çadır şəhərəsində yaşayanların bəzilərini evdən təmin etmişdi. 2007-də də İlham Əliyev bu məsələni bitirir belə. Yəni qaçqınlarla bağlı hər ikisində var. Belə ağlıma gələn maraqlı şeyləri, xırda-xuru şeyləri deməyə çalışıram ki, diqqətimizdə olsun. Davam edək Lalə müəllimə. Tələbələrimizi təbii ki, hara göndərə bilmədik. Rusiyaya göndərə bilmədik 16 tələbəni. Bəli. Müsəlman şərqini öyrənən cəmiyyət nəyin nəzdində fəaliyyət göstərirdi? Hə, Müsəlman Şərqini Bakı Dövlət Universitetinin. Bəli, yəni xronologiya baxımından düşsə, özümüzü belə deyim də, narahat eləməyək. Birinci baş dövlət yaransın ki, sonra bu olsun. Bəli. Bəs Azərbaycanı öyrənən cəmiyyət nə vaxt idi? Hə, Azərbaycanı öyrənən cəmiyyət 1900, səhv etmirəmsə, 23-cü illərdə. Bəli. 1923-cü ildə. Bəs İstiqlal Muzeyi harada fəaliyyət göstərirdi? Hə, bu artıq parlamentin binasında. Parlamentin binasında. Yenə də parlament olsun ki, bu da onun binasında olsun. Bir də müəllimlər, bir nüansı deyim. Zəngi müəllimə yenə də kitabda baxar. Köhnə kitablarımız Qaryaginin Füzuli, Cəbrayıl və yaxud Yezayevpolun Gəncə olmasının, adının dəyişdirilməsini əsasən dövlət quruculuğunda verirdilər. Amma mənim yadımdadır, keçən dedim də, o yayda qurtdalayırdım mən kitablar çıxanda tez alıb baxıram. Bu Gəncə adının dəyişməsini falan bu dəfə mədəni quruculuğun içərisində veriblər. Yəni mədəniyyət hissəsində bunu veriblər. Testdə də var idi müəllim, testdə də elə sual. Doğrudanmı? Bəli, bəli, mədəni. Evə verdiyim testdə? Bəli. Yəni mədəni çıxdı cavab? Bəli, bəli. Hə, nə yaxşı, əla. Mədəni çıxmış. Hə, əla, əla. Həqiqətən ondan xəbərsiz idim mən. Dedim bunu diqqətinizə çatdıraram. Əla, super. Deməli elə Mənim düz. kitabda da elə veriblər hələ. 9-cu sinifin kitabında mədəniyyətdə düz veriblər. yolda. Çünki adamı çox çaşdırır həqiqətən. Yəni fikirləşirsən ki, bu dövlət quruculuğudur da, yəni sistemdir, yer adıdır. Dəyişilməsi, belə deyim, konstitusiyon səviyyədə ola bilər, parlament qanunvericiliyi baxımında ola bilər, amma bu mədəniyyət içərisində verir və bu da əvvəlki 9-dan fərqlənən xüsusiyyətdir. Belə. Başqa müəllimlər, başqa nə edək, nə iş görək ki, diqqətimizdən qaçmasın. Yaxşı, Lalə müəllimə, Xiyabani hərəkatına gələndə, ümumiyyətlə, neçənci ildə İngiltərə və Qacarlar arasında çox uğursuz bir müqavilə imzalandı. Hə, bu 1919-cu ildə. Bəs nə vaxt ləğv olunacaq? Müəllim, nə vaxt ləğv olunacaq? Müəllim, səhv etmirəmsə, 1921-ci. 1921-ci ildə, bəli. Xiyabaninin, belə deyim, təşkilatının, Xiyabani hərəkatının Azərbaycan adlı qəzeti olubmu? Azərbaycan adlı Bakıda qəzeti olubdu. Bəli, 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 bəli. Yəni, Bakı Komitəsinin Azərbaycan adlı qəzeti olubdu. Bəs özünün sırf əsas qəzeti hansı qəzet olub? Özünün də müəllif nə idi aylı? Təcəddüd. Bəli, təcəddüdün sinonimi olan sözü biz yeniləşmə. Bəli. 16-cı əsrdə hansı Avropa ölkəsində eşitmişdik? Hansı Avropa dövlətində? Bəli, lap o
İngiltere'de Bəziləri, ola bilər müəllim. bəzilərinin testlərinə döndü. Ha, İngiltere, Reformasiya. reformasiya, ha. Bəli, Hı, təbii. reformasiya, Almaniya. Yeniləşdirmək. Bəli, Ha. bəli, 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 bəli. Olsun, olsun. Xiyabani Azərbaycan adının dəyişdirib nə qoymuşdu? Azadistan. Azadistan adlandırmışdı, bəli. Olsun. Hansı hadisədən sonra Xiyabani belə qərara gəldi ki, o silahlı üsyana qalxsın? Hə, artıq deməli düşünürdü ki, 1919-cu il İngiltərə Qacarlarla tam müqavilə bağlayıb Qacarlarda öz hakimiyyətini, yəni müstəmləkə xarakterinə saldıqdan sonra artıq onların danışıqlarının mənasız olduğunu bilib və 1920-ci ildə silahlı üsyana əl atdı. Təbrizdə ilk baş verdi silahlı müharibə. ADP üzvləri ingilislər tərəfindən tutulduqdan sonra Aha. 20-ci apreldə artıq Xiyabani silaha əl atdı, amma bir dənə burun qanamadan hər bir şeyi etdi. Olsun. Bu Xiyabani hərəkatını hansı nazir yatıracaq? Hərbi Bəli, nazir. aha, İngilis hərbi naziri. Hansı hərbi nazir yatıracaq İranda? Bilmədim. Rıza, yox. Rıza, Aha. Rıza. Gələcəyin Rıza şahı. İngilislər bunun vasitəsilə orduya bu komandanlıq edirdi. Rıza xan, sonra Rıza şah. Hərbi nazir, sonra baş nazir, sonra da hakimiyyətə gəlmişdi. Aha, olsun. Tamam, tamam. Başqa. Xiyabani hansı respublikana əlaqə saxlayırdı bu dövrdə? Deməli, Xiyabani hansı respublika ilə desək, Gilandır, o da ki, Rusların, yəni Sovet Rusiyasının yaratdığı respublika idi. Bəli, çox da yaxın Amma olmuyor. onlardan verilən dəstəyi qəbul etmir. Əlaqələr yaratdı, bəli, amma o qədər də bəli, yardım falan rədd etmişdi. Başqa hansı şəxsin köməyini rədd etmişdi? Atatürkün köməyini, bir də ki, Marağada olan, nə idi onun adı? İrəvanda olan Abbas Qulbər Şadlınski. Hə, amma Marağaya köçmüşdü Bərzəndə. Mərəndə köçmüşdü. Hə, Mərəndə köçmüşdü. Bəli, bu bizə məlum olan Abbas Qulbər Bir Şadlınski də da. Atatürkün dəstəyini rədd etmişdi. Bəli, Abbas Qulağan nazıyla çox oynayır o Kərbəlayı. Bax bu odur. Mustafa Kemal Paşa. Belə. Kərbəlayı da çəkilmişdi öz yurduna. Olsun. Başqa bizi nə narahat edə bilər? Xiyabani dövründə müxtəlif komissiyalar var. Bunlardan Bəli, inanmıram. ərzə komissiyaları. Yəni onları bilirik. Məncə məntiqlə tutmaq olar ki, hansısa nə iş görür, hansısa nə edir, nə iş görür. Onları tutmaq məncə olar. Başqa toxunsaq, hansı məsələlər bizim hakimiyyəti bolşeviklərə verməyə məcbur etdi? Hə, hansı məsələlər götürsək, Bəli. mənim fikir ayrılıqları var. Artıq deməli AXC-nin bu birinci ilk olaraq deməli notalar göndərilir. Notalar göndərildikdə AXC bunun Sovet Rusiyasının notalarını qəbul etmir və Azərbaycanda deməli Kommunist Partiyası yaradılır, hərbi Kommunist Partiyası yaradılır və ondan sonra deməli iki tərəfli bir AXC-dən nümayəndələrin bir hissəsi Rusiyanın Sovet Rusiyasına iqtisadi siyasi əlaqələrin qurulmasını, digər tərəflər isə Sovet Rusiyasına qarşı çıxılmasını tələb edirlər. Ona görə də fikir ayrılıqlarının olması deməli AXC-nin 5-ci kabinetinin böhranına, sonra süqutuna, sonra 6-cı kabinetin yaradıldıqda isə təbii ki, onun tərəfləri sosialistlər idi. Sonra müsavatların bir hissəsi ondan ayrılır. Kommunistlərə də müraciət olunur, lakin onlar da qəbul etmirlər. Ona görə də AXC hökuməti süquta uğrayır. Tamam. 1. Fikir ayrılıqları. Bəli. 2. Ordumuzun əksər hissəsinin Qarabağda olması. Qarabağda döyüşməsi, Əsgəran döyüşündə. 3. Donanma qoşunlarımızın rəhbəri Çingiz Yıldırım. Keçməsi Sovetin tərəfinə, kommunistlərin tərəfinə keçməsi. Hətta belə bir film var. İşarəni dənizdən gözləyim. O film məhz Çingiz Yıldırım haqqında çəkilib. 4. Türk zabitlərinin xəyanəti. Bəli. 5. Cənab Mehmandarovun gəlib çata bilməməsi. Bəli. O da xəstəliklə bağlı. Bəli. Nə bilim, gəlib çata bilməməsi, bəlkə də çatmaq istəməməsi. Ümid edirəm ki, ikinci deyil. Yəqin ki, çatmadı. Çünki o boyda böyük bir şəxsiyyət yəqin ki, çatmaq istəyərdi. Türk zabitlər, əskərlər, yerli kommunistlər, bunlar hamısı çox idi və belə olan halda
Məhəmməd Əmir Əsilzadə və digərləri məcbur oldular ki, hakimiyyəti versinlər. Eyni zamanda orada Şəfi bəy Rüstəmbəyovun adı çəkilir. Olsun. Tamam. Lavimə təşəkkür edirik. Çox sağ olun. Oldu, Minnətdarıq sağ olun. sizə. Sağ olun. Nərmin xanımı keçən dərsdə deyəsən müzakirəyə çağırmamışdıq. Buradadırsa bizlə Bəli, davam eləsin. bəli. Nərmin xanım, Əsgəran döyüşü haqqında nə deyə bilərsiniz? Bu Əsgəran döyüşü elə ki, bu son dövrdə Akademik dövründə baş verib. Burada Bəli. Qarabağ hücum etdilər 1920-ci ildə. Bəli. Əsasən Şuşa bölgəsinə, Qarabağ bölgəsinə. Hansı generalımız başçılıq edirdi bizə? Bizə hansı generalımız? Həbib bəy Səlimov. Həbib bəy Səlimov, bəli. Həbib bəy Səlimov başqa hansı döyüşlərdə şücaət göstərib? Səlimov. Lənkəranda Muğan Sovet Respublikasına qarşı mübarizədə. Tamam, bu belə. Rusiya nə oldu şurada? Səs gəlir məndən. Zəhmət olmasa onu dayandırın. Bizə dəqiqə mən səs alım. Məssalam. Səsə dayandırdım. Bizə dəqiqə. Nərmin xanım, siz səsinizi atın, biz davam edək. Eşidirsiniz məni, Nərmin xanım? Yox, mən o mikrofonun bağladım. Bizə dəqiqə. Bəli, mən. Hə, vəssalam. Vəssalam. Digər müəllimimizi bağlayanda sizə də bağlandı. Davam edək. Tamam. O səs falan gəlmək mən hər bir şeyə normal baxıram. Onlayn dərsdə elə bir şeylər mümkündür. Amma mən bilirəm ki, həmin müəllimə də narahat olar sonradan. Ona görə dərhal dayandırıram. Aha, davam edək. Həbib bəy Səlimov burada olub. Deməli, Əsgəran döyüşündə qalib gəldi. Ümumiyyətlə, Azərbaycan tarixində 1-ci Qarabağ müharibəsi deyəndə, adətən, belə deyim, 1-ci Qarabağ münaqişələri deyəndə 88-94 götürürdülər. 2-ci Qarabağ müharibəsi də məlumdur, yəni 2020-də. Amma son zamanlarda artıq buna 1-ci və 2-ci Qarabağ müharibəsi deməyə, belə deyim, çəkinirlər. Çünki nəzərə alsaq ki, bizim Azərbaycan adı, yəni Azərbaycan dövlətçiliyini biz 1918-dən götürürük və nəzərə alsaq ki, AXC dövründə də Qarabağ müharibələri olub. Ona görə müasir dövrdə olan Qarabağ müharibələrini 1-ci və 2-ci adlandırmaq biraz yaxşı deyil. Belə. 5-ci hökumətimizə kim rəhbərlik edirdi? Hacıski. Hacıski. Nəsib bəy Yusif bəyli. Nəsib bəy Yusif bəyli 6-cı alınmalı. Bəli, tələsməyin. Belə bir sual. Qarabağda erməni dəstələrinin ən güclü dayaq nöqtəsi hansı kəndi idi? Biz onu azad eləmişdik. Bəli, ermənilər orada daha çox idi. Bu? Keşiş kəndi. Keşiş kəndi idi. Bəli, tamamilə doğrudur. Tamamilə doğrudur. Olsun. Paris Sülh Konfransına biz rəsmi olaraq dəvət olunmuşuq mu? Xeyr, rəsmi olaraq dəvət olunmamışdıq, amma biz ondan sonra 4 ay sonra getmişdik bura. Bəli. Niyə 4 ay gezişdik Nərmin xanım? Burada fransızların əsasən ermənipərəstliyi üzündən onlar elə bir ki, fransızlar istəmirdilər, Azərbaycanlılar gəlsin ona görə. Bəli, bəli. Bizə problem yaratmışdılar. Amma müstəqillimizin tamına ilk il dönümündə bizi dinlədilər və 50 səhifəlik kitabçanı memorandum şəklində təqdim elədik Sülh Konfransına. Olsun. Nə vaxt de facto olaraq tanındıq? De facto olaraq 1920-ci ildə 11 yanvarda. Bəli. 11 yanvarda. Əsasən də ingilislərin Lloyd George hökuməti. Necə oldu ki, bir zamanlar bizi diqqətə almayan Paris Sülh Konfransı sonradan bizi tanımağa məcbur oldu? Məcbur oldu deməzdim, yəni maraqlı oldu. Paris konfransı burada əsasən Versal konfransında Sovet Rusiyasına görə deyil, deməli. Bəli. Çünki vətəndaş müharibəsi gedir, ağlarla qırmızılar mübarizə aparır. Ağlada Denikindir. Qırmızıların sinonim kimi bolşeviklər də vermiyorlar, Lenin də vermiyorlar.
Mən həmişə deyirəm ki, biz qurban idik burada. Deyir o qurbanın taleyin qəssabın kimliyi uzatmır. Yəni ömrünü uzatmır. Ağ da bizi kəsəcəkdi, qırmızı da. Əvvəl bizi ağlar kəsməyə yaxınlaşmışdı. Dağlı Respublikasına son qoymuşlar 19-un yazında. Amma sonradan və ağlar bizi kəssəydilər, belə desəm, ağlar bizə son qoysaydılar, heç Paris Sülh Konfransı bizi tanımayacaqdı. Çünki Paris Sülh Konfransındakilərin qarnının ağrısı Rusiyada idi, Bolşeviklər idi. Amma sonradan 19-un sonu qırmızıların, yəni Sovetlərin, yəni Bolşeviklərin, yəni Leninçilərin qalib gəlməsi Paris Sülh Konfransını bizi tanımaqda maraqlı edən bir amilə çevrildi. Belə başqa nə deyə bilərik? Çox təəssüf olsun ki, Paris Sülh Konfransında bizim üzərimizdə himayəçilik təklifini kimə verdilər? İtalya'ya. İtaliyaya Burada verdilər. Fransa yani İngiltere'ye vermek istemirdi İngilizler onu. Çünkü Fransa burada daha güçlü olabilirdi. Fransızlar İngilizler ona Bəli. göre ama İtalya'nın o kadar gücü yok idi. Ona göre İtalya'ya verdi. Neçənci ildə bizim İtaliya ilə görüşümüz oldu? Neçənci ildə İtalya ilə görüşümüz oldu? 1920-ci ilin fevralında İtalya ilə AXC arasında saziş imzalandı. Bəli. Silah sursat istəyirik. Oradan buradan verim yadıma düşdükcə. Deyə bilərik Nərmin xanım, Milli Şuranın tərkibi yalnız Azərbaycanlı müsəlmanlardır. Xeyr, hamısı Azərbaycan müsəlmanlar deyildi. Burada menşeviklər də var idi. Bəli. Kimin testlərindən və Aimin və digərin testindən fərqli olaraq mənim yalnızımda həmişə düz olur. O əsasən abituriyent Milli vaxtından Şurada görmüş. öncə Azərbaycanlılar idi. Abituriyent vaxtından öyrənmişdik. Müəllimlərimiz də bizə deyirdi ki, bəs uşaqlar harda yalnız olsa o 90% səhvdir. O Bakı Sovetinə qarışdı da müəllimə. Onun Bəli. Milli Şurada yalnız Azərbaycanlılar da ehtiyatlı olun, yaxşımı? Amma Bəli. parlamentdə isə əziz insan, bütün millətlərdən var, təbii ki, ən çox bizik. Bax belə. Biz deyə bilərikmi ingilislər burada general qubernatorluq qurmuşdular? Bakıda. İngilizlər Bakıda Sentrakaspiya diktaturasının gəlmişdilər. General qubernatorluq Qruplar. Thomson qrup. Bir də ehtiyatlı olun. Əslində özünüz dediniz, sonra özünüz belə deyim. Sentrakaspiya ingilislər yaratmayıb. Bəli, özünüz cümlədə fırlatdınız, düzəltdiniz. Bəli, ehtiyatlı olaq. Yaradıblar. Ümumiyyətlə 1920-ci ildəki o qazalar bizi tanıdı. O qazaların bizim tanımasında ingilislərin çox mühüm rolu var. Çünki Cənubi Azərbaycanda ingilislərin belə deyim nəzarətində idi. Şimali Azərbaycanda düzdür, ingilislər çıxsadı amma sözü keçirdi. Yəni bir növ Cənubi Azərbaycandan Şimali Azərbaycana xəbərdarlıq edib onları yaxınlaşdıran ingilislər idi. İngilislər bu dövrdə maşallah həm Cənubi Azərbaycanda, həm Cənubi Qafqazda, yəni Şimali Azərbaycanda öz sözlərini deyirdilər. Sözün düzü ingilislər bizə müdaxilə etsə də, amma ingilisləri sanki özümüz üçün bir sin səddi hesab edirdik ki, eybi yox. Buna da şükür. Yenə müstəqilliyimiz qalır. Olsun. Dağlı Respublikasının hansı naziridir ki, AXC-yə də vəzifədə olubdu? Dağlı Respublikasının hansı naziri AXC-də bu Rəşid bəy Kapitanov. Bəli, Rəşid bəy Kaplanovdur. Bu Dağlı Respublikasının bizə qarşı ərazi iddiası olubmu? Dağlı Respublikasının yox, amma Gürcüstanın ərazi iddialı olub. Burada da məsələn Borçalı, Axarkərək və Lor idi. Bir də orada Zaqatala dairəsi var ki, ondan sonra keçirdilər Zaqatala dairəsindən və orada Azərbaycan müsəlmanlar olduğuna görə Azərbaycan tərkibində qalmağı əsasən istəyirlər. İndi Nərmin xanım, vəziyyət necədir? 2 dənə belə deyim, özünüzdən asılı olmadan yanlış məlumat getdi. 1. Dağlı Respublikasının bizə qarşı ərazi iddiası olub, əziz insan. Maraq üçün deyim, bu Qubadır. İkinci bir tərəfdən bizim köhnə kitablarımız yazırdı ki, Zaqatala məsələsi AXC dövründə həll olundu. Amma təzə kitablarımız yazılır ki, Zaqatala məsələsi AXC dövründə yox, Azərbaycan SSR dövründə oldu, 1921-də, yaxşımı? Bəli. Hə, bax 1921-ci ildə sizin dediyiniz o 1921-də olacaq ki, deməli, Azərbaycanlı əhali çox olacaq, müsəlmanlar çox olacaq, bəli, qərar qəbul olacaq. Mən sizinlə razıyam. Yəni, biz neçə ilin müəllimləri belə əziyyət çəkəndə siz hələ təzə belə deyim, hazırlaşırsınız, düz deyirsiniz. Yəni, 2 il bundan qabaq biz bunu AXC-də verirdik. Amma təzə kitablarımız artıq bunu 1921-də. Bəli, normal bir şeydir.
Mən hələ də Xanabat manufakturasının bəzi qruplarıma 1827 deyirəm, bəzi qruplarıma bilirik, yəni Ermənistanın bizlə də problemi var. Bəli. Ermənistanın Türkiyə ilə də problemi olub. Özü çox maraqlı bir cəhət. Yəni əslində biz bunu bilirik. Türkiyə dərsində demişəm mən sizə. Mustafa Kemal ermənilərlə vuruşur, amma ermənilərlə 2 dekabrda gümrük müqaviləsi bağlananda artıq erməni müstəqil respublika deyildi. Çünki erməni 1920 30 noyabrda artıq Ermənistan deyildi. Ermənistan SSR idi. Yəni gümrük müqaviləsi belə desək, çerez Türkiyə və Rusiya arasında imzalanmışdı. Belə. Olsun. Belə. Ermənistan da ki, maşallah, bizlə də dalaşır, Türkiyə ilə də dalaşır, Gürcüstanla da dalaşır. Özlərindən başqa ilə dalaşırlar. Cəmiyyətləri bilərək, məncə ciddi bir problemimiz yoxdur. Müəllimlər seminariyasına baxanda, ümumiyyətlə, Qori müəllimlər seminariyası nə vaxt yaranmışdı? Qori müəllimlər seminariyası 1876-cı ildə. Bəs Azərbaycan şöbəsi? Azərbaycan şöbəsi 1879-da. Bəs ilk dəfə hansı şəhərimizdə öz müəllimlər seminariyamız yaranıb? İlk dəfə bu Gəncə şəhərində. İrəvan. İrəvanda. Bəs Gəncəmizdə nə vaxt yaradılıb? Gəncədə 1914, bəli. 14-də. Bəs Bakıda? Bakıda 1916-da. Tamam, olsun. Başqa harda biz bir 5 dəqiqə, 10 dəqiqəyə maksimum yekunlaşdıraram. Çox vaxtımız yetməzsə, sadəcə istəmirəm diqqətimizdən qaçan bir məqam olsun. AXC sahibkarlığa önəm verib. Hətta köhnə kitablar yazılardı ki, Məmməd Əmir Əsəd deyirdi ki, AXC bizim başımızın üzərində uzadılan bir günəşdir və biz sahibkarlığa diqqət verməliyik. Təzə kitablarımızda isə artıq bizə lazım olanda bu cümləni Nəsib bəy Yusuf bəyli deyir. 19-cu ilin dekabrında artıq o 4-cü hökumətin başçısı idi. Parlamentdə çıxış edərək belə deyir ki, bəzi sahibkarlığa fikir vermək lazımdır. Amma AXC sahibkarlığın da çox şişməsinə, əhatə dairəsinin genişlənməsinə imkan vermirdi ki, o aşağı, belə deyim, sahibkarlığa da yaxşı dolansınlar. Olsun. Bu ikinci respublika ilə oxşar cəhət kimi gedə bilər də yəqin. Bəli. Subsidiyaların verilməsi. Bəli. Ümumiyyətlə 20-ci əsrin əvvəllərində əksər dövlətlər, dünya ölkələri üçün o xarakterik bir xüsusiyyətdir. Niyə biz 1919-un yayında, Nərmin xanım, Qarabağa çox da diqqət ayıra bilmirik? Burada əsasən Bakıda döyüşlər var idi 1919-cu ilin. Ona görə çox Qarabağa diqqət ayıra bilmirdi. Bəli. Özlərinə dövlət yaradan ermənilər əslində paytaxt şəhər kimi hara göz dikmişdilər? Paytaxt şəhər kimi əsasən Şuşaya. Gümrü. Gümrü. Aleksandropol Gümrüdür. Bəli. Və Gümrüd o zaman kimlərin əlində idi təbii ki? Osmanlı'nın əlində idi. Bəli, olsun. Yaxşı, Nərmin xanım, təşəkkür edirəm. Bir dənə də müəlliməmizi gətirək. Sağ olun. Sağ olun, əziziniz. Sağ olun. Günay müəllim, axşamınız xeyir. Sağ olun. Mən burada bir şey yadıma gedir. ABŞ da var idi nəsə, elə bir Naxçıvanla bağlı əvvəllər general qubernator. Var idi, bəli. Deyir ki, ermənilər ABŞ-ın əli ilə Naxçıvanda general qubernator yaratmaq istəyirdilər. Amma deyirdi ki, AXC hökumətinin təzyiqi və Naxçıvan əhalisinin qəti mövqeyi buna imkan verməmişdi. Olsun. Bu Lənkəran Muğal Respublikasını yaradan Günay müəllimə vaxtilə bura köçürülən Malakanlardır. Bəli, 20-ci əsrin əvvəlində köçürülmüşdülər. Nə vaxt baş qərargah nəzdində əks inqilablı mübarizə təşkilatı yaradıldı?
Bu əks inqilabı təşkilat 19-da idi, 19-un yayında. Bəli, bəli, bəli. 19 iyununda Baş Qərargah nəzdində əks inqilabla mübarizə təşkilatı yaradıldı. Belə desəm, müasir dövlət təhlükəsizlik xidməti. Belə. Olsun. Bizim hərbi donanmamız nə vaxt quruldu? 19-un yayında, ortalarında. 19-un yayında, bəli. Kimlərdən alınmış hesabına, yəni İngiltərədən, bəli. Bəli, bəli. Liman idarəçiliyində ələ keçirmişdilər. İnternet problemi oldu deyəsən, yoxsa? Bəli, bəli, mənim internet problemi oldu, eşidirəm. Aha. Belə bir cümlə gedir. Deyir ki, Gəncədə hərbi məktəb AXC-nin hansı dövründə fəaliyyətə başlayıb? Tiflis dövrü, Gəncə dövrü, yoxsa Bakı dövrü? İyunun əvvəllərində olmuşdu. Bəli, Tiflis dövründə. Bu da maraqlı cümlədir. Tiflis dövründə Gəncədə hərbi məktəb fəaliyyətə başlayıb. Buradan da bu cümləni oğurlayaq. Olsun, olsun. Müəssislər Məclisinə sessiyalar haqqında əsasnamənin maddələrindən nə deyə bilərsiniz Günay müəllim? Deməli, bu 19-cu ildə olmuşdu. Bəli. Deməli, qəbul olunmuş qərar, qanun verilmişdi ki, cinsindən, irqindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış hərbçilər seçkilərdə iştirak edə bilərdilər. Həmçinin orada qadınlara da seçib seçilmə hüququ verilirdi. Amma yarımçıq qaldı, keçirilmədi. Bəli, bəli, bəli. Tamamilə doğrudur. Olsun, olsun. Bizim rəsmən himnimiz qəbul edilib AXC dövründə. Azərbaycan marşı olub. Bəli, Azərbaycan marşı olub. Tamamilə doğrudur. Olsun. Başqa. Sovet Rusiyası Bakını əlində saxlamaq üçün atdığı sonuncu addım nə olmuşdu? Bakını ingilisləri dəvət eləməyin deyirsiniz. Yox, Sovet Rusiyasının son addımı. Sovet Rusiyasının döyüşlər oldu. Almaniya ilə gizli Müqavilə bağlaması avqustun 23-də. 27-sində Berlin müqaviləsi. Bəli, bəs niyə Almaniya bu şərtləri yerinə yetirmədi? Ona görə ki, həm gördü əhali Osmanlının Azərbaycanın tərəfində özü Birinci Dünya müharibəsində məğlub olurdu. Həm də təzyiqlər var idi. AXC ilə Osmanlının təzyiqləri. Bəli, eyni zamanda Sovet Rusiyasının özünün də Bakıda hakimiyyətini bərpa edə bilməməsi gətirib buna çıxartdı. Olsun. Belə bir sual verim, yadıma düşmüşkən. Nə vaxt bolşeviklər Bakıda hakimiyyəti ələ keçirtdilər? Özlərinin hakimiyyətlərini belə deyəndə yaratdılar. Bu tam şəkildə, əslində noyabrın 2-sində idi. Çox gözəl dediniz. Elə mən soruşdum, siz dediniz. Noyabrın 2-sində yaratdılar burada, belə deyim, Sovet hökumətini elan etdilər. Amma tam, təbii ki, hansı hadisələrdən sonra? Bu 18-ci il mart soyqırımlarından sonra. Bəli, tam mart soyqırımlarından sonradır. Bakı Soveti öz rəqibləri qismində birinci hansı orqanı uzaqlaşdırmışdı? Deməli, Bakı Soveti itiq getdi noyabrın 22-sində. Bəli. Qaldı Bakı Şəhər Duması. O da 18-ci ilin aprelin 20-sində. Bəli. İstiqlaliyyət bəyannaməsində bir şeyə fikir verək ki, İstiqlaliyyət bəyannaməsi deyir ki, mən vətəndaşlara hörmət edəcəm. Amma vətəndaş kimdir? Ona İstiqlaliyyət bəyannaməsi aydınlıq gətirmir. Belə. Bakı XKS-nin tədbirləri, Bakı XKS-nin müxtəlif, belə deyim, idarəetmə orqanları olub ki, o gələcəkdə Azərbaycan SSR-də də olubdur. İnanmıram belə bir şey düşsün, amma yenə də məsələn Bakı XKS-də də inqilabi tribunal olub. Azərbaycan SSR-də də inqilabi tribunal olub. Yəni hər ikisi üçün oxşar cəhət. Xalq milisi yenə hər ikisində olub. Xalq məhkəməsi hər ikisində olub. Milliləşdirmə hər ikisində olub. O məsələdə diqqətli olaq. Yəni o vətəndaş kimdir deyəndə, yəni nəzərdə tutursunuz ki, vətəndaşlıq 19-un avqustunda qəbul olunub. Ona görə, yəni orada qeyd olunur. Bəli. Yəni vətəndaşın kim olması aydınlığını İstiqlaliyyət bəyannaməsi gətirmir. Sadəcə o deyir ki, mən vətəndaşlara hörmət edəcəm. Amma AXC üçün vətəndaş kimdir? Bu 19-cu da qərar qəbul olunacaq. Bax belə. Sonra milliləşdirmənin ayın tarixi ilə bağlı olan hissəni çıxardıblar. Yaxşı çıxardıblar. O həmişə problem yaradırdı.
Çünki əvvəl bəli, Bəli. əvvəl deyirdilər Bakı XKS iyunda milliləşdirmə aparıb NIDA. NIDA da AXC var idi axı artıq. Biz də deyirik AXC milliləşdirmə aparmayıb. Həmişə deyirdik AXC dövründə var, amma AXC milliləşdirməyib. İndi bu çıxıbdır. Biz qısa konkret deyirik ki, AXC demək olar ki, təhsili çıxmaq şərtində milliləşdirmə yoxdur. Olsun. Neçənci də Heydər Əliyev 20 belə deyim də 31 mart soyqırımının günü kimi elan olması haqqında qərar qəbul etdi. 98-ci ildə deyəsən. Bəli. 94, hə, 98. 98-də 26 martda qərar qəbul etdi, bəli. Olsun. Bolşeviklər dünyaya bu mart soyqırımını hansı adla təqdim edirdilər? Vətəndaş müharibəsi. Vətəndaş müharibəsi, bəli. Öz vətəndaşlarımız da özümüzünkiləri də öldürmüşük, özümüz bilərik. Belə. Olsun. Quba qırğınlarına kim başçılıq eləyibdi? Hamas. Amazas, bəli. Amazas. Bəs Şamaxı qırğınlarına? Lalayan. Niyə biz cəmi bir gündən sonra silahı yerə qoyduq? Axı biz niyə mübarizə aparmadıq? O Bakıda deyirsinizsə, Bakıda bildirdilər ki, erməni məhəllələrinə güllə atılacaq, orada dayandırıldı. O gülləbaran edən Ruslar dayandı, amma bəs biz niyə silahı yerə qoyduq? Niyə mübarizə aparmadıq? 31 martda silahı yerə qoyduq elə başlayan kimi. Niyə? Çünki zəif idik, silahımız az idi. Fikirləşdik ki, müharibə aparsaq daha çox qırılarıq. Davam etsə daha çox qırılarıq. Olsun. Səhv eləmirəmsə Bakı qorxuları idi o əllərində silah. Hə, o nisbətən bəli, qarşılarını almışdılar. Hansı Osmanlı xadimi Cənubi Qafqaz Seyminə deyirdi ki, Rusiyadan ayrıldı? Ənvər Paşa. Bəli. Hansı konfrans Zaqafqazda, belə deyim də, Rusiya müharibədən hansı sülhlə çıxdı? Brest-Litovski ilə. Brest-Litovski 1918 3 mart. Buna hansı orqan etiraz elədi? Çıxmağına. Bəli. Yəni belə deyim, Qars Ərdahan Batumun Osmanlıya verilməsinə. Seym. Qarsı kim istirdi ən çox? Qarsı istirdi ermənilər, Ərdahan istirdi gürcülər, Batumu da Azərbaycan və gürcülər. Bəli, Azərbaycan və gürcülər. Harda etiraz elədik biz buna? Trabzon konfransında. Martın 14-dən aprelin 13-nə kimi. Bəli. Osmanlı bizi cəmi neçə günə başa saldı Seymi? 8 günə. Bəli. Və Seym hansı iki şərti qəbul etdi? Qars Ərdahan Batumun onlara verilməsini. Bəli. Və bir də Zaqafqazya Seymi müstəqil oldu. Hansı adı altında? Aprelin 20-sində Cənubi Qafqaz Demokratik Federativ Respublikası. Yəni biz Zaqafqazya Seyminə 1918-22 apreldən sonra sinonim olaraq belə də deyə bilərik. 26 maya qədər. Çünki Seymdə 26 mayda alacaq. Hansı konfransda Osmanlı dedi ki, yaxşı, dediklərinizi qəbul edirəm, amma belə deyim, Batum konfransında Osmanlı başqa nə istəyəcəkdi? Ərazi istədi, təzminat istədi. Biz də onlardan kömək istədik qırğınlara. Dedi ki, vaxtımı almısınız. Vaxtımı almısınız, təzminat verməlisiniz. Bəs bu Batum konfransının işlərini hansı dövlət korluyur? Gürcülər. Bəli, Almanlarla yaxınlaşaraq. Zaqafqazya Seymində Azərbaycanlıların başçısı kimdir? Zaqafqazya Seymində bir dəqiqə Azərbaycanlı orada kim idi? Məmməd Əmin? Rəsulzadə. Bəli, Məmməd Əmin Rəsulzadə. Niyə Zaqafqazya Seymi qanunverici orqan kimi yarandı? Çünki onlar Məsləhət Məclisi qovulmuşdu. Bəli. Neçə ildə onlar gözləyirdilər ki, parlament çağırılsın, amma Sovetlər parlament çağırmadılar, qovdular. Bəli, uduzdular axı, ona görə qovdular və belə hal oldu. Seym sözü də elə deyəsən parlament, şura, nəsə belə məna verməli. Bəli, polyak əslində sözdür. Seym. O zaman polyaklar ruslara qarşı mübarizə apardılar və bunlar da polyaklara dəstək olmaq üçün məhz İngiltərənin parlamenti sözünü yox, düzdür, parlament əslində fransız sözüdür. Seym sözünü götürdülər. Danışmaq, bəli, danışmaq. Olsun. Kimin başçılığı altında müsəlman korpusu yaradılmışdı?
Şuklenskinin dekabrın 5-də Bəli. 1917. Qafqasiya Komissarlığının qərarı ilə. Hansı orqanın qərarı ilə bizə icazə verdilər ki, gedin Şəmkirdə Rus əskərlərini tərk silah eləyin? Komissarlığın Komissarlıq. Hansı müqavilə ilə belə deyim, Qafqaz cəbhəsində hərbi əməliyyatlar başa çatdı? Qafqaz Ərzincan. Ərzincan, bəli. Bəli. Amma Moskvaya getməli olan ruslar daha sonra Peterburqa getmədilər. Burada da qaldılar. Olsun. Qafqaz müsəlmanlarının Bakı qurultayı neçənci ildir? Deməli bu 1917-nin aprelində. Bəli. Bəs Ümumi müsəlmanlarının? O da 1917-nin mayında. Bəli. Hər ikisində də ərazi muxtariyyəti istəmişik. Bəli. Müsavat Partiyası nə vaxt yaranmışdı? Müsavat Partiyası 11, 13, 15, 17. Yəni bu onun. Bəli. 12 açıq proqramı, 12 13 Məmməd Əmin rəhbər gəlməsi, 15 açıq, 17 qurultay, 21 ləğvi. Tamamilə, bəli, hamısını düz demişdiniz. Bəli. Müsavatın birinci qurultayı hansı tələbləri irəli sürmüşdü? Qurultay oktyabr ayında keçirilmişdi 25-dən 30-a qədər. Orada Rusiyanın Federativ Respublikası olması, təhsilin ana dilində aparılması, kəndlərə torpaq verilməsi, bir də yadımdan 8 saatlıq iş günü bilməm. Bəli, tamamilə doğrudur. Tamamilə doğrudur. Qafqasiya Komitəsi niyə özünü buraxdı? Komitə niyə özünü buraxdı? Çünki bu şeyi qəbul eləmədi. Bolşevikləri tanımadı, bəli. 17-nin martında Şimali Azərbaycanda hansı partiyamız yarandı? Türk Ədəmi Mərkəziyyət Partiyası. Harada yarandı? Yevzadetpolda, yəni Gəncədə. Bəli. O da Qeyrət Partiyasının yolu ilə gedərək bizə nə istəyirdi? Muxtariyyət istəyirdi. Muxtariyyət istəyirdi. Belə bir yaxşı sual gəldi ağlıma. Rusiyada nə zaman iki hakimiyyətlilik yaranıb? Bu şeydir, fevral inqilabından sonra. Bəli. Kimlər? Müvəqqəti hökumət bir də bir də fəhlə deputatlar saraydı. Bəli. Və bir dənə də sual. Nə zaman Şimali Azərbaycanda iki hakimiyyətlilik yaranmışdı? Belə o burada da itik yarandı. Bir də fəhlə deputatlar saraydı yaradıldı. Komissarlığın Onu da demək olar, amma belə deyim, bəli. Deyir ki, Zaqafqaziya Komitəsinə Bakı daxildir. Yəni bütün Azərbaycan daxildir. Amma komissarlıq daxil deyil. Bəli, deməli, çox maraqlı bir cəhət var. Bütün Azərbaycan, Bakı istisna komissarlıqdadır. Bakı bolşeviklərdədir. Bu iki hakimiyyətin yaranması hesab olunur.